Bəzən görürsən günümüzdə haliyyədə belə sözlər qeyd olunur ki, dünyada bu qədər çalxalanan bir vaxtda məsum körpələrin qətilləri, yaşlı qoca insanların qətilləri, günahsız insanların qətilləri, bəs nəuzubillah, nəstəcirubillah, Allah görmürmü? Allah bunları baxıb nədən onları cəzalandırmır? Allah Teala mübarək Quran-ı Kərimdə İbrahim surəsinin 42-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ Buyurur, zalimların nə etdiklərini, nə törətdikləri barədə Allahı xəbərsiz sanma. Elə bilmə Allah bunları görmür, elə bilmə Allah bunları bilmir. İnnəmā yuəxxiruhum liyawmin təşxasu fihil əbsar. Allah onları gözlərinin bərələcəyi günə qədər möhlət verər, gecikdirər. Allah səbr edər və bu səbri ilə onları bir daha imtahan eləyər, sınağa çəkər.